Əvəz bəy dostlar, tanışlar çətin gündə tanınır. Bugün Əvəz bəyə həqiqətən yardım lazımdır. Əvəz bəy elə bir insandır ki, heç vaxt heç kim qarşısında əyilməyib. Bu da əyilmək, kitab satmaq əyilməkdir. Onun mətinliyidir. Onun böyüklüyüdür ki, öz kitabın, öz halal qazancı ilə burada kitab satır və müalicə olunur. Amma Azərbaycan xalqı yolunda Əvəzin danılmaz, böyük xidmətləri olub. 100 ildən bir Əvəz kimi insanlar dünyaya gəlir. Buradan Almaniyaya üzümü tuturam. Mən Almaniyada dostlarım çoxdur. Övladlarım orada yaşayır. Hamısına buradan üzümü tuturam. Əvəz bəyin bu çətin günündə Əvəz bəyin yanında olsunlar. Əvəz bəyin səhifəsində onun kartı var. Xahiş edirəm, Əvəz bəyin səhifəsinə girsinlər, Əvəz bəyə yardım eləsinlər, kömək eləsinlər. Şair dostlarıma, Sədat Elverinin üzvlərinə, jurnalistlərə hamısına üst tuturam buradan xahiş edirəm. Bugünkü gün Əvəz bəyi tək qoymayağın. Əvəz bəyə öz yardımımızı göstərəyim. Bugün aprelin 17'si təbii ki biz 3 gün bundan qabaq paylaşım etmişdik ki bugündən Selcanın məmləkətinin 5-ci zilinin aksiyası keçiriləcək. Hər kəsi təkcə Azərbaycanda yaşayan dostlarımız deyil, xaricdə yaşayan bütün dostları dəvət edirəm, xahiş edirəm, hər kəs bu aksiyada iştirak eləsinlər. Bu Əvəz Zeynallıya birbaşa dəstəkdir. Eyni zamanda da kitabı da alıb oxumaq lazımdır. Çox ciddi mövzulara toxunub. Bir daha dostların hər birindən xahiş edirəm ki, əziz dostuma, qardaşıma Əvəz Zeynallıya öz dəstəyimizi biz göstərməliyik. Sağ olun.